Elə bir də uşaqlara psixoloji və fiziki şiddət göstərən valideynlər cərimələnəcək, ancaq məktəblər və lazımi aidiyyatı qurumlar bundan kənar qalacaq. Elə isə başlayaq. Gündəm xəbərin efirində məhz məktəbdə uşaqlara döyənlərlə bağlı xüsusilə bir cərimə tətbiqi və cəzasından bəhs eləyəcəyik. 17 mart tarixidir. Belə ki, Gündəm xəbər Müsavat.com-a istinadən bu xəbəri diqqətinizə çatdırır. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiq ediləcək. Qanun layihəsinə əsasən valideynlər və ya onları əvəz edən şəxslər uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədi ilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və ya psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək. Həmçinin qeyd olunan əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunmuş olacaq. Müzakirələrdən sonra məsələ səs verməyə qoyularaq ilk oxunuşda qəbul edilib.